Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün kompleks ədədlər mövzusunun izahını verəcəm. Mövzu çox da çətin bir mövzu deyil. Əvvəl buraxılışa daha qəliz formada düşürdü bu mövzu, trigonometrik şəkli və s. Amma indi proqramda bu mövzunu daha da qısaldıblar, daha kiçildiblər, daha az və sadə hissələri düşür. İndi ümumi mövzu haqqında məlumat verim, ondan sonra keçək bəzi testlərin izahına baxaq. Demək, kompleks ədədlər. Xatırlayırsınızsa, əvvəllər biz nə edirdik? Hər hansısa bir kvadrat tənliyi həll eləyəndə kvadrat tənliyin şərtləri var idi. O şərtlərin arasındakı biri belə idi ki, diskriminantı sıfırdan kiçik olarsa biz bu kvadrat tənliyi həll eləyə bilmirdik. Deyirdik niyə? Diskriminant mənfi olanda köklər düsturunda kökün altında mənfi bir ədəd olur və o tənliyin həlli olmur. Əslində kvadrat tənliyin həlli var. Amma həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Uşaqlar, həqiqi ədədlər çoxluğunda. Buna görə də həmin həqiqi ədədlər çoxluğunu biraz daha genişləndiriblər və xəyali bir vahid əlavə olunub. Baxın, məsələn, bizə belə bir tənlik verilir. X kvadrat plus 1 bərabərdir 0. Biz bu tənliyə baxanda deyirdik ki, bu tənliyin həlli yoxdur. Yəni, niyə? X kvadrat bərabərdir 1 keçirdi sağa olurdu mənfi 1. Kvadratı mənfi 1-ə bərabər olan həqiqi ədəd yoxdur uşaqlar. Diqqətli olun, həqiqi ədəd yoxdur. Yəni, ona görə ədəd anlayışını biraz daha genişləndirdik və kompleks ədədlər anlayışını ortaya çıxardıq və x kvadratı mənfi 1-ə bərabər olanda bu tənliyin kökü biz belə bir ədəd qəbul eləmişik. I kvadrat bərabərdir mənfi 1-ə. I kvadrat mənfi 1-ə bərabər olduğuna görə burada deməli x-ın kökü bir i ədədinə bərabər olacaq. Baxın, x, yəni kökü var və bu kök bir i ədədinə bərabərdir. Kvadratı mənfi 1-dir, x-ın da kökü i olur, çünki i-nin kvadratı mənfi 1-ə bərabərdir. Yəni, kompleks ədəd budur. Belə bir ədəd qəbul olunub və bu ədədlər i-dən istifadə olunaraq yazılan ədədlər kompleks ədədlərdir. Kompleks ədədin ümumi forması bu şəkildədir. Z ilə işarə olunur. A plus B i şəklində yazılır. Bu yazılışa kompleks ədədin cəbri şəkli deyilir. Cəbri şəkli. Uşaqlar, burada cəbri şəkildə A-ya biz həqiqi hissə deyirik. Həqiqi hissə. B-yə isə biz deyirik xəyali hissə. Xəyali hissə. Həqiqi hissə real Z, RZ kimi yazılır. Xəyali hissə isə Z kimi yazılır. Bu RZ o deməkdir ki, Z bir kompleks ədədinin həqiqi hissəsi nəzərdə tutulur. Real sözündən götürülüb ingiliscədə. Xəyali hissə Z kimi yazılır. İ-nin əmsalı xəyali hissədir və ingilis dilindən imaginary sözündən götürülüb. Buna görə xəyali hissə adlanır. Məsələn, sizə bir kompleks ədəd verilib. Tutaq ki, Z bərabərdir 3 minus 4 i şəklində bir kompleks ədəd verilib. Deyir, bunun belə yazılıb. Z bərabərdir neçə? Real Z, yəni həqiqi hissəmiz olacaq 3. Əgər Z yazılsa, xəyali hissəmiz də olacaq. Yəni Z kompleks ədədinin xəyali hissəsi olacaq mənfi 4. Belə uşaqlar, bu oldu həqiqi və xəyali hissələr. Biz burada daha başqa nə haqqında danışacağıq? Dedik ki, i kvadrat bərabərdir mənfi 1-ə. I kvadrat mənfi 1-ə bərabərdirsə, i-nin daha yüksək dərəcəli qüvvətləri ilə bağlı bizə bəzi misallar verilir. Bu misallar necə həll olunacaq? Baxın, belə bir şey deyim sizə. I adi i'dir, yəni i üstü 1 i eləyir. I üstü 2 dedik ki, i kvadrat mənfi 1-ə bərabərdir. I kubu nəyə bərabərdir? I kvadrat vurulsun i-yə. I kvadrat mənfi 1-dir. Mənfi 1-i i-yə vuranda olur mənfi i. I üstü 4 nəyə bərabərdir? I üstü 4 olur i kvadrat vurulsun i kvadrat. Yəni mənfi 1 vurulsun mənfi 1. Bu da bizə verir 1-i. I üstü 5 yenidən i üstü 4 vurulsun i olacaq, qaydacaq i-yə. Yəni i-nin qüvvətləri hər 4 dənədən bir təkrarlanır. Hər 4 dənədən bir təkrarlanır. Məsələn, bizə deyir ki, i üstü 422-ni tap. Nə edir uşaqlar? Siz 422-ni bölürsünüz 4-ə. 422-ni 4-ə bölürük. 1, 4, 2, 0, 22, 5, 22 qalıq qaldı. 105 elədi, 2 dənə də qalıq qaldı. Cavab bizə maraqlı deyil. Bizə lazımdır qalıq. 422-ni 4-ə böldüm, qalıq 2 qaldı. Baxın, qalıq 2 qaldısa, bura baxırıq,
i-nin kvadratı nə eləyirsə, i üstü 422 də həmin ədədə bərabərdir. i üstü 422. Yəni 4-ə bölürük. Niyə 4-ə bölürük? Çünki biz bunu i üstü 420 vurulsun i kvadratı kimi göstərə bilərik. Toplayanda 422 eləyir. i üstü 420, i üstü 4-ün 105 qatıdır. 105 dəfə öz-özünə vurulması. Yəni 1. Bu 1 eləyir. Bu 1 elədiyinə görə bunun bir mənası yoxdur. 1-i də i kvadratına vuranda yenə də cavab i kvadrat eləyəcək. Ona görə doğru cavabımız olacaq -1. Daha böyük qüvvətlərdən də istifadə edə bilərik. Yəni nə olur olsun. Məsələn, burada bir dənəsi də var. 25-ci sualda i üstü 457 yazılıb. Neyinirik? Bizə lazım olan şey 457-ni bölürəm 4-ə. 1, 4, 5, 1, 4, 17, 4, 16. Qalıq qaldı 1. Baxın. Qalıq qaldı 1. Qalığımız 1 qaldısa, neyniyəcək? 450-yə, i üstü 457 olacaq təkcə i. Yəni, i üstü 1-ə bərabər olacaq. O da elə bizə i-ni verir. Ona görə i üstü 457-nin cavabı olacaq i şəklində. Daha sonra uşaqlar, kompleks ədədin modulu nədir? Bir də qoşması nədir? Onun haqqında danışım. Kompleks ədəd dedik ki, z bərabərdir. A üstə gəlinsin b i şəklində göstərilir. Kompleks ədədin modulu, modulda z yazılır və demək, kökün altında a kvadrat plus b kvadrata bərabərdir. Kökün altında a kvadrat plus b kvadrata bərabərdir. Bir də var z xətli. Z xətli nədir? Üstündə xət olan z ədədinin qoşması deməkdir. O da olur a minus bi. Yəni z ədədi a plus bi şəklindədirsə, onun qoşması a minus bi şəklində olacaq. Bu da oldu belə. Bir də var kompleks ədədlər üzərində hesablamalar, yəni toplanması, çıxılması, vurulması və bölünməsi. Onu da misallar üzərində sizə göstərəcəm. Demək, burada bir dənə 22-ci sual var. Baxaq 22-ci suala. Demək, z bərabərdir 4 minus i verilib bizə və z vurulsun, z xətli, bu qiymət soruşulur. Z özü 4 minus i-dir. Mən bunu vururam z xətliyə. Z xətli nədir? Z-in qoşması, yəni 4 plus i-dir. Yadınıza saxlayın. Bir kompleks ədədin xəyali, daha doğrusu qoşmasını tapmaq üçün onun xəyali əmsalı, xəyali hissəsi dəyişəcək. i-nin əmsalı 1-dir burada, -1-dir. Dəyişdi, nə oldu? Müsbət 1 oldu. İndi bunu vuranda nə edirəm? 4 çıx i-ni 4 plus i-yə vuranda müxtəsər vurma düsturundan istifadə edirik. 4-ün kvadratı çıxılsın, i-nin kvadratı olur. 4-ün kvadratı 16, i-nin kvadratının da artıq biz qiymətini bilirik axı, -1. Qarşıdakı mənfi ilə birləşir müsbət 1, cavabımız da olur 17. Deməli, 22-ci sualda bu iki ifadənin hasili 17-ni verəcək bizə. Baxın, bu şəkildə hesabladıq. Demək, başdan baxaq. Bir də 2 çıx 3i ədədinə qoşma olan ədədi göstərin. 2 plus 3i olacaq. 2 plus 3i, C variantı. Sonra, məsələn, 6 nömrəli suala baxaq. Burada 6 nömrəli sualda nə deyir? Z1 bərabərdir 0,3 çıxılsın 0,3i və Z2 bərabərdir 0,7 plus 0,7i. Nə deyir mənə? 2 dənə Z1 plus Z2. Bunun qiymətini tapmaq tələb olunur. 2 dənə Z1. 2-ni vururam Z1 ifadəsinə. 0,4 çıxılsın 0,3 i-yə. Üzərinə gəlirəm Z2-ni. 0,7 plus 0,7 i bərabərdir. 2-ni vururam hər bir ifadəyə. Normal, mötərizə xaricindəki ədədi mötərizənin içərisindəkilərə vurub açıram. 0,6 çıxılsın 0,6 i plus 0,7 plus 0,7 i bərabərdir. 0,6 ilə 0,7-ni toplayıram 1,3. Eyni zamanda da i ilə i-ni. Mənfi 0,6 i-nin üzərinə 0,7 i gələndə müsbət 0,1 i verəcək. 6-cı sualın cavabı da olacaq 1,3 plus 0,1 i. Kompleks ədədlərin hasilinə baxaq. Məsələn, 7-ci sualda 2 plus 5 i vurulsun 2 minus 5 i. Düsturdu, cəm və fərq 2-nin kvadratı çıxılsın 5i-nin kvadratı 4 çıx 25i kvadratı bərabərdir. 4 i kvadrat -1 olduğuna görə o mənfi qabağa gəlir müsbət.
oldu 25. Cavabımız da oldu 29. Başqa bir nümunə misal. Deməli, məsələn 16-cı sual olsun. 16-cı sualda nə deyir? Z1, Z2 hasilini soruşur. Z1 bərabərdir 3 plus i. Z2 bərabərdir -4 plus 8i. Neynirik? İkisini vururuq bir-birinə. 3 plus i-ni vururam -4 plus 8i-yə. Çoxhədlinin çoxhədliyə vurulması qaydası kimi vuracağıq. Qeyri-əlavə bir şey yoxdur. 3-ü vururam -4-ə, -12. 3-ü vururam müsbət 8i-yə, 24i. i-ni vururam -4-ə, -4i. i-ni vururam 8i-yə, 8i-nin kvadratı. Hesablayıram. Baxın 24i çıx 4i, 20i verəcək. 8i-nin kvadratı da -8 olur. -12, -8 verir -20. Üstə gəlinsin 20i. -20 plus 20i. Demək, doğru cavabımız D variantı olacaq. Baxın, belə uşaqlar. Bir də qaldı kompleks ədədlərin bölünməsi. 27-ci sual. 27-ci sualda bunu indi göstərəcəm. Bizə belə bir sual verib. 3 çıx 2i bölünsün 1 plus i. Deyir, bunu cəbri şəkildə göstərin. Uşaqlar, 2 kompleks ədədin nisbətidir. Cəbri şəkildə göstərmək üçün nə edirik? Kompleks ədədin məxrəcin qoşmasına vururuq, həmçinin surətini də. 1 plus i-ni vururuq 1 minus i-yə, surəti də həmçinin 1 minus i-yə vururuq. Yəni, məxrəc artıq kompleks olmur. Necə ki, irrasionallıqdan azad eləmək üçün qoşmasına vururduq. Burada da eyni şəkildə olur. 1 plus i-ni 1 minus i-yə vuranda olur 1 minus i-nin kvadratı. Surəti də vurub açsaq, 3 minus 3i minus 2i plus 2i-nin kvadratı. 1-dən i-nin kvadratını çıxanda verir bizə 2 cavabını. Çünki i kvadrat -1-dir. 2i kvadrat da -2-dir. 3-ün üzərinə -2 gəlirəm 1. -3i, -2i, -5i. Bu da ayrı-ayrı bölsək, 1-i 2-yə 2-də 1. 5-i 2-yə 5 böl 2i. Yazılış olacaq 2-də 1 minus 2-də 5i. Doğru cavab A variantı. 27-ci sualda. Bu şəkildə hesablamalarımızı aparacağıq. Məsələn, baxaq 32-ci suala. 32. Hansı şərt ödənildikdə deyir ki, A1 plus B1i və A2 plus B2i kompleks ədədlərinin fərqi sırf xəyali ədəddir. Nə deməkdir uşaqlar? Öncə gəlin bunun fərqini tapaq. Həqiqi hissədən həqiqi hissə çıxıram. A1 çıxılsın A2 plus xəyali hissədən də xəyali hissəni çıxıram. B1 minus B2i. Bu bizim həqiqi hissəmizdir. Bu isə bizim xəyali hissəmizdir. Nə deyir bizə? Sırf xəyali hissə olsun. Yəni, sırf xəyali hissə olsun. Həqiqi hissə olmasın. Həqiqi hissənin olmaması üçün A1 çıx A2 sıfıra bərabər olmalıdır. Və buradan da alırıq ki, A1 bərabərdir A2 olmalıdır. Amma B1 çıxılsın B2 isə sıfır olmamalıdır. Bunu da sıfırdan fərqli götürəndə B1 fərqli olur B2-dən. Deməli, B1 B2-dən fərqli olmalıdır, A1 A2-yə bərabər olmalıdır. Doğru cavab Y variantı kimi olacaq. Uşaqlar, deməli, əgər bir ədəd sırf həqiqi hissədən ibarətdirsə, orada i olmur. Sırf xəyali hissədən ibarətdirsə, orada həqiqi hissə olmur, sadəcə i olur. Bir dən yadınızda saxlayın ki, 0 ədədi həm həqiqi hissəsi, həm həqiqi bir ədəd, həm də xəyali bir ədəd kimi adlanacaq. Həm həqiqi hissəsi olan, həm də xəyali hissəsi olan bir ədəd kimi adlanır. Sonra başqa buradan nəyi hesablayıb? Baxın, məsələn, 39-cu misal. Necə yazaq 39-cu misalı? Misal verilib bizə i plus 1 bölünsün z bərabərdir 1 minus i. Deyir ki, z üstü 2008-i tapın. Əvvəla baxaq görək z özü nədir? i plus 1-i z-ə böləndə 1 minus i alınırsa, z-i tapmaq üçün i plus 1-i 1 minus i-yə bölmək lazımdır. Böləndə də məxrəcin qoşmasına vururuq axı 1 plus i, surəti də 1 plus i-yə vuraq, bərabərdir. Məxrəc 1 minus i-nin kvadratı, surət də baxın i plus 1, i plus 1. Bu da i plus 1-in kvadratı olacaq. i plus 1-in kvadratı da i kvadrat plus 2i plus 1.
i kvadrat mənfi 1, mənfi 1 ilə müsbət 1 gedir. Surət 2i, məxrəcdə 2, cavabda i qaldı. Z-imiz i ədədinə bərabər oldu. Deməli, məndən tələb olunan i üstü 2008-dir. i üstü 2008-dən necə tapırdıq? Deyirdik ki, 2008-i bölürük 4-ə. 4-ə böləndə qalıq qalmır. 2008-i 4-ə böləndə qalıq qalmadığına görə elə bu ədəd i üstü 4 nə eləyirsə özü də ona bərabərdir. Bu da eləyəcək elə 1 ədədi. Daha sonra başqa nə misal göstərmək olar? Baxın 47 cəbri şəkildə göstərim. Məxrəci də surəti də məxrəcin qoşmasına vuracağıq. Həmçinin 48-də. Burada başqa bir sual var. Deməli 62 nömrəli suala baxaq. 62. İmtahana bu tip suallar düşə bilir. Deməli z kvadrat plus 4 xəttimi biraz uzun çəkdim. Z kvadrat plus 4 bölünsün z plus 2i plus z kvadrat plus 16 bölünsün z plus 4i bərabərdir 18 plus 2i. İfadəsinə əsasən z kompleks ədədinin həqiqi hissəsini tapın. Demək uşaqlar, bu tip misalda nə edirik? Baxın z kvadrat plus 4-ü mən z yine xəttimi uzun çəkirəm. Z kvadrat minus 4i kvadrat kimi yaza bilərəm də. Z kvadrat minus 4i kvadrat. Çünki i kvadrat mənfi 1 eləyir deyə, onun mənfisi qabaqdakı ilə birləşir və bu ədəd alınır. Daha sonra bu da z plus 2i yazıram. Bunu niyə bu cür yazdım? Z kvadrat minus 4i kvadratını mən z minus 2i z plus 2i kimi parçalaya biləcəm. Və məxrəcdəki z plus 2i ilə ixtisar gedəcək, qalacaq z minus 2i. Z minus 2i. Eyni şəkildə bunu da surəti z plus 4i vurulsun z minus 4i kimi yazacağım. Məxrəcdə olacaq z plus 4i. İxtisar gedəcək, qalacaq z minus 4i. Bunların ikisini də toplayacağım. Z minus 2i plus z minus 4i bərabərdir 18 plus 2i. Buradan da təbii ki z'yi tapacağım. Z ilə z'in cəmi 2z, mənfi 2i, mənfi 4i, mənfi 6i sağa keçir, müsbət 6i, 18 plus 8i, 2-yə də bölürəm. 9 plus 4i. Deməli, məndən nə soruşurdu? Həqiqi hissəni, yəni real z-i soruşurdu. Real z də bərabər olur 9 ədədinə. 80-ci sualın izahına baxaq. 80-ci sualda nə verilib? 3x plus 2y bərabərdir 6 plus x plus y bərabərliyindən x plus y cəmini tapın deyir. Baxın uşaqlar, əgər iki kompleks ədəd bir-birinə bərabərdirsə, həqiqi hissəyə, xəyali hissə isə xəyali hissəyə bərabər götürüləcək. Həqiqi hissəsi bu kompleks ədədin 3x-dır, digər kompleks ədədin həqiqi hissəsi 6-dır. 3x 6-ya bərabər, buradan x-i 2 tapırıq. Bunun xəyali hissəsi 2y, digər ədədin xəyali hissəsi x plus y-dir. Y keçir sağa, qalır y bərabərdir x-a. X da 2-dir, y də bərabər olur 2-yə. X da 2, y 2. Nə istəyir bizdən? X plus y cəmini tapın. 2 plus 2 bərabərdir 4. Belə. Bu qədər uşaqlar. Kompleks ədədlər bölməsi gördüyünüz kimi çox da çətin bir bölmə deyil. Bilməli olduğunuz hissə çox azdır. Ona görə bu testlərin hamısını qəşəng işləsəz, imtahanda bir sualınız hazırdır deməkdir.